Ölkəmizə turist olaraq gələn xanım Azərbaycanlı kişi ilə tanış oldu. Torontoya qayıdandan sonra biz münasibətlərimizə davam etdik. İddiaya görə həmin şəxs xanımın 25.000 dollarını mənimsədi. Sonra isə bildirdi ki, onu polis saxlayıb və yenə pul lazımdır. Əslən Polşadan olan xanım Olga Çernoviska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı bəylə tanış olub. Həmin bəy ilə aralarında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan xanım həmin bəyin istəyi ilə ayrı-ayrı vaxtlarda ona pul göndərib. Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25.000 ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər. İttiham olunan şəxslə əlaqə saxladıq. Şəxsin açıqlaması isə belə oldu. Mən oradan borcu götürmüşəm, mənimsəmək deyil axı. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, yəni bizim aramızda olan borc. Yəni qaytarmısınız xanımın pulunu? Yox, qaytarıram hissəli şəkildə. Mənim qohumum var, o da indi hal-hazırda Polşadadır. Mən ona pul göndərim, onu orada əlbəl verir. Hüquqşünas Mircavid Miriyev deyir ki, bu şəxslər dələduzlardır. Onlar planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadıb pul istəyirlər. Əgər niyyət borc məqsədi ilə olmuşdursa, yəni pulu götürüb qaytarmaq məqsədi güdmüşdürsə şəxs, bu halda işə mülki qaydada məhkəmə müstəvisində baxılacaqdır. Yox, əgər niyyət öncədən şəxsin pul vəsaitlərini ələ keçirmək, etibarından sui-istifadə etmək olmuşdursa və bu sübuta yetirilərsə, bu halda isə işə cinayət qaydasında baxılacaqdır. Onu da qeyd edək ki, dələduzluq halları ilə bağlı vətəndaşlar hüquq mühafizə orqanlarına, polisə müraciət edə bilərlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, tərəflər arasında borc münasibətləri ilə bağlı polisə müraciət daxil olub. Aparılan araşdırmalarla Əbdülhəlimli Rəşxanın Çernoviska Olqadan borc aldığı müəyyən edilib. Tərəflər arasında yaranan mübahisənin mülki xarakter daşıdığı nəzərə alınaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Şikayətçiyə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilib.